Allahın salamı olsun hidayətə tabi olanlara, Allahın salamı, xeyri, rəhməti və bərəkəti hər birimizin üzərimizə olsun, əziz müsəlman bacı qardaşlarım. Allahımız Quranda buyurur ki, Bəqərə surəsi 159-cu ayədə. Allah Quranı açıqlayandan sonra gizləyən kimsəyə lənət edər. Və bütün lənət edə bilənlər də həmin adıma lənət edirlər. Yəni, məsələn, mən əgər Qurandan nəsə oxuduqsa, bildirirsə, onu digər ayələrdə əsasən, yəni həyatı hamı bilirlər. Hamı hər şeyi anlayır. Özün bilməməzliyə qoyanlar, arsızlar da var. Ancaq hamı anladığı odur ki, İnsan əgər Qurana əməl etməsə, ona cənnət haram olar. Və yəni Quranı yaşamaqdan başqa, həm də öyrəndiyini digərinə çatdırmalıdır. Yəni bir insan əgər bir mömin bacı qardaşına, yəni möminlər bir-birlərinin bacı qardaşıdırlar da, çatdırmaq istəməsə, özü xeyri qazanır, xeyri yəni çatır, digərinə onu arzulamasa, onda o adama cənnət haram olar. Peyğəmbərimizin dalantışı olmalıyıq və Peyğəmbər də həmən yolu keçir ki, öz bildiyini digərlərinə təbliğ edir. Yəni, haqqı. Haqq Qurandır. Ali İmran surəsi 187-ci ayədə Allahımız buyurur ki, siz Quranda olanları gizlətməyin, insanlar üçün aydınlaşdırmalısınız. Əlbəttə ki, siz malınız və canınızla imtihan edəcəksiniz. Hər bir kəs də ölümü davacaqdır. Və digər ayəni oxuyum, sonra keçək. Bu elə Qurandan ayələrdir. Amma bir əsas üçün, indi baxaram, inşallah mən qeyd etdiyim ayələr var, nələrlə bağlı, ondan bir qism oxuyaraq. Çünki Allahımız buyurur ki, Allahın nazir, Bəqərə surəsi, digər o iki ayəni oxudum, gördünüz, yəni lənət olaraq ama. Bəqərə surəsi 174-cü ayədə Allahımız buyurur ki, Allahın nazil etdiyi kitabda olanları gizlədənlərini və onun müqabilində, bu məqama da fikir verin, biraz para alanların, pul alanların yedikləri qarnlarında ancaq oda cönəcəkdir. Yəni, təbliğ etdikdə qətiyyən pul almaq olmaz. Kitabında yazanda, inan ki, indiyə qədər hələ bir neçə il qabaq 1501 manat vermişəm, o kitabları paylamışam pulsuz. Sonra o hələ bir 2010-cu ildə, bir də 2011-də bir 200 manatlıq, bir də 300 manatlıq çıxartdırıb, yenə də pulsuz paylamışam. Orada Quran ayələr var, ona görə mənim kitabım gözəl bir kitabdır. O kitabı indi deyərəm, harada YouTube-da var. Məsələn, Muselmanlar .az saytında .az.com deyəcəm. Muselmanlar. Orada düşüncə dairəsi knopkasını basanda, orada pəncərədən baxanlar adlı kitabın, yəni qızımın şəklini qoymuşam, elə dua edir, o özümü çəkmişəm yəni, elə Allahın izni ilə və təkliyimi belə adlandırmışam ki, Allahın güclüdür o kitab. Mündərcəyə yaxın yerdə yazılıbdır o kitabda. Mən tərəfindən o, yəni Allahın güclü olaraq işləməyim. Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində biraz para alanların yedikləri qarnlarında ancaq oda dönəcəkdir. Qurandan nə dedim? Kiməsə qətiyyən pul almalıyıq. Məşrəf əgər, mədrəsədən belə gələyən məsciddə otur, qətiyyən düzgün deyil.
pul almaq, yəni Quranın bir ayəsinin ya bütün kitabının, yəni nəyin nə qədər, bütün kitabı belə oxusan, kiməsə başa salsan, qətiyyən pul almaq düzgün deyil. Beləsinə adamın görün olur. Bunun müqabilində biraz para olanların yedişləri qarınlarında ancaq o da dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizə çıxartmaz, onları şiddətli əzab gözləyir. İndi inşallah məsəl üçün nədən danışaq? İndi bir dəqiqə. İndi mən 18-ci ayədən 21-ci ayədə daxil olmaqla ora qədər olan ayələri deyim. Məsələn, çox onurğa ayətlərdəndir. Yəni, ayətlərin hamısı gözəldir. Düzgün olan bir şey gözəldir. Allahın dediyindən gözəl heç nə. Heç kəsin sözü düzgün ola bilməz, yəni gözəl ola bilməz. Yəni. Və belə, başlayaq 59-cu surənin. Mən də bilirəmsə bunu, deməsəm, mənə lənət olur. Niyə lənət olsun ki? Mən bacardığım qədər canımla cihad edəcəm, inşallah malımla da. 59, ən böyük cihad Quranladır. Quran 59-cu surənin 18-21. Ey iman edənlər, Allaha qarşı təqvalı olun və hər kəs sabah üçün nə hazırladığına baxsın. Allaha qarşı təqvalı olun. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də Allahı unudan, buna görə də Allahın da onlara özlərini unutturduğu, yəni xeyirlərini başa düşə bilməyən kimsələr kimi olmayın. Onlar yoldan çıxanlardır. Cənnət əhli ilə cəhənnəm əhli bir olamaz. Cənnət əhli qoşulanlardır. Və Allah'ımız buyurur ki, biz bu Quranda olanları bir dağa nazil etsəydik, onun Rəbbinə olan hörmətindən dolayı boyun əymiş bir şəkildə paramparça olmuş görərdim. Biz düşünsünlər deyə insanlara bu örnəkləri verilir. Ayələr çoxdur, ayələr gözəldir. Adam oxuduqca oxumaq istəyir. Adam bu ayələri mən oxuduqca sevinirəm, ürəyimdən sevinç hissi keçir, fərəh hissi keçir. Allah'ımız buyurur da ki, müsəlmanlar ayəni oxuduqca, Qurana sarıldıqca imanları artır. Yəni, iman olanı adamda xoşbəxtlik olur. Yəni. Amma digər adamlar var ki, ayələri eşitdikcə, məsələn, kafirlər daha da şiddətli belə bir ki, əsəbləşirlər. Məsəl üçün, bir dənə də oxuyun, 79, Əsr surəsi 103-cü surənin, yəni 1-2-3-cü ayələri. And olsun axşam çağına ki, insan ömrünü bihudə işlərə sərf etməklə və dünyanı axirətdən üstün tutmaqla ziyan içindədir. Yalnız iman gətirib, yaxşı əməllər edənlərdən və bir-birinə haqqı tövsiyə edən, səbri tövsiyə edən kimsələrdən başqa. 79-cu surənin 40 və 41-ci ayələrində oxuyun. Ondan sonra da inşallah gedin yenə də kitabı oxuyun, yenə inşallah yəni qeydlər götürün, yəni kitabı oxuyuruq, axı orada adam sonra yadından çıxarır ki, arada nəyi var idi. İstəyəndə xatırlamaq, qeyd olanda o asanlıq yaradır. Və həmçinin mütəşabih ayələr var ki, onlar da yəni açıqlayanı olan, təkrarı olan ayələr, o ayələri də açıqlayanı olanlarla birlikdə, təkrarı olanlarla birlikdə, yaxşı təkrarını yazmayaq, açıqlayanı olanla birlikdə qeyd etdikdə tam başa düşülür o mütəşabih ayələr. Heç kim, yəni aldada bilməz insanı əgər insan Qurana sarılsa. Sözsüz ki, hər məqamda Allahı xatırlamaq lazımdır, heç kəsdən də qorxmaq lazım deyil, sadəcə Allahdan qorxmaq lazımdır, heç kəsə
Peyğəmbərdən, Allahdan başqa heç kəsə tabi olmaq düzgün deyil. Yəni, səhv bir yerə yönəldilirlərsə, ona əməl eləsək, hamı bilir də nə olacaq. Yəni, cəhənnəmdə sonrası. Cəhənnəmdən də çıxmaq yoxdur. Yəni, onda hamı ayələri, bir neçə ayələr var. Yəni, bilirlər, bilməyənlər də bilsin ki, yəni, biraz yanlış çıxmaq yoxdur. Düşən əbədi düşür. 79-cu surənin 40-cı və 41-ci ayələrində Allahımız buyurur ki, kim Rəbbinin sevgisini itirməkdən qorxmuş və Rəbbinin qiyamət günü huzurunda durmaqdan, yəni qorxmuş, kim Rəbbinin huzurunda durmaqdan, yaxud belə deyək ki, bəzi tərcümələrdə kim Rəbbinin sevgisini itirməkdən qorxmuş və yaxud belə qiyamət günü huzurunda durmaqdan, Allahın yəni huzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini qadağan etmişsə, həqiqətən onun yurdu cənnətdir. İnşallah axirəti qazananlardan olaq, ən başlıcası isə Allahın məmnuniyyətini qazananlardan olaq. Sağ olun, hələlik. Allah bizimlə olsun.